Salam, hər vaxtınız xeyir olsun. Sınaq 91, Nərgiz Nəzəf 250 sınaq test toplusundan izahım verəcəyik. Əvvəla bunu qeyd edeyim ki, Soduay mövzusunun ətraflı izahını, bu mövzu haqqında heç məlumatı olmayanlar üçün ətraflı izahını sınaq 88, 89, 90 adlı videomuzda izah etmişik. Həm qayda kitabçasından, həm test üzərinə ilkin testlərə daha dərindən izahını vermişik. Ona görə bu sınağı, sınaq 91-i ümumi olaraq test üzərindən izah eləyəcəyik. Kim istəsə playlistdən həmin videonu tapıb izləyə bilər. Birinci sualdan başlayırıq. Deməli, biz burada demişdik ki, təsdiq cümləyə qısa cavabda so, to, also bu üç ifadədən birindən istifadə edərək cavab veririk. İnkar cümləyə isə neither, either'dən. Baxırıq ki, şərtdə, birinci sualın şərtindəki cümlə they have to wait till Monday. Bu təsdiq cümlədir. Təsdiq cümləyə neither ilə cavab vermək olmaz. Qalır digər 4 variantımız. Batın qaydası var bu mövzuda. Bat bu mövzuda təsdiqi inkara çevirir, inkarı təsdiqə çevirir. Burada baxırıq ki, şərtdəki cümləmiz təsdiqdir. Deməli, bat təsdiqi inkara çevirməlidir. Lakin B və C variantının heç birində bat təsdiqi özündən sonra inkara çevirməyib. Məsələn, burada B variantında but David doesn't olmalıydı. C variantı da ümumiyyətlə səhvdir. D və Y variantı qalır. Baxırıq ki, D və Y variantının fərqi nədir? Birində köməkçi feil D variantında does'dır, Y variantında has'dir. Biraz əvvəl qeyd etdiyim kimi, əvvəlki video izahda daha dərindən qayda kitabçasına izah etdiyimizdə köməkçi feillər cədvəlini təqdim etmişdik və ən əsas məsələlərdən biri olduğunu vurğulamışdıq. Burada da bizim diqqət olunmalı məsələlərdən biri odur ki, xəbərimiz have to-dur. Əgər have to modal feili varsa xəbərin əvvəlində, deməli biz bunu köməkçi feil olaraq do did does-a keçirəcəyik. Yəni həzin özü qalmayacaq. Bu biraz çaşdırıcı məqamdır. Digər mövzu, qrammatik mövzularda da bu qaydaya rastlayırıq. Have-dən sonra feilin üçüncü forması gəlsəydi, have waited məsələn, o zaman həvəzin özü qalacaq idi. Amma have-dən sonra to gəlibsə, həvəzətdən sonra to gəlibsə, bu do did does-a keçməlidir. Ona görə cavab qalacaq D variantı. İkinci sualda da yenə birinci diqqət olunmalı məqam təsdiq və ya inkar məsələsidir. Baxırıq ki, şərtdəki cümlə nevə inkardır, inkar cümləyə so, to, also ilə cavab verə bilmərik. Y, C, B variantındakı to gedir. A və D variantı qalır. Baxırıq ki, deməli, fərqi nədir? Şərtdə verilən cümlədə read keçmiş zamandadır. Necə bilirik? Bəzi feillər var, irregular, qaydasız feillər. Hər üç forması eynidir. Məsələn, cut, 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 put, 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 read, read, read. Yəni, oxumaqdır, kəsməkdir, qoymaqdır, costdur, burstdir. Bəzi feillər var ki, bunların keçmişi ilə indikisi eyni cür yazır. Biz bunu necə ayırd edirik? Bizim şərtimizdəki mübtədamız Jeremy təkdir. Təkdirsə, indiki zamanda da read yox, reads olmalıdır. Yəni, feilin sonunda s olmalıdır. Bilirik ki, üçüncü şəxsin təki ilə feilin sonuna s qoşulur. Əgər s qoşulmayıbsa, deməli, bu keçmiş zamandadır. Keçmiş zamanda olduğuna görə D variantındakı does-ı atırıq, cavab qalır A variantı. Birinci və ikinci sualdan ümumi çıxarış edib və bütün mövzuya aid olan önəmli bir məsələni deyə bilərəm ki, bu mövzuda biz əsasən 3 məsələyə diqqət eləməliyik. Birinci, təsdiq və inkar. Biraz əvvəl izah elədiyimiz kimi. İkinci məsələ, köməkçi feil məsələsi. Feilin köməkçi feili do did does-dır, have to da do did does-dır. Have-dən sonra üçüncü forma feil gələndə have-in özüdür. Modala modalla cavab veririk. To be-yə, to be-ilə. Bu qayda. Üçüncü məsələ isə zamanı dəyişməmək. Bu üç məsələyə diqqət eləsəz, Soduay mövzusu çox asan bir mövzu kimi qarşınıza çıxacaq sınaqlarda da, imtahanda da. Üçüncü sualda da yenə təsdiq cümlə var şərtdə. Təsdiq cümləyə neither ilə cavab vermirik. Dördüncü gedir. Biri atırıq ki, ümumiyyətlə biz deyirik təsdiqə so, to, also ilə cavab veririk və so, to, also olan cümlələrdə inkara yer yoxdur. Yəni, so, to, also təsdiqə cavabda işlənir, özləri də təsdiqin içində işlənməlidir. Cavab qalır 2, 3 və 5. Baxırıq ki, 2-də but şərtdəki təsdiq cümləni inkara çevirib, doğrudur. 3-də so ilə cavab verib, 5-də də to ilə cavab verib, 3-ü də doğrudur, cavab B. Dördüncü sualda inkar cümlədir, weren't. İnkara so, to, also ilə cavab verə bilmərik. B və C variantı qalır. Baxırıq ki, B və C variantında fərq nədir? Burada neither və either arasında belə bir fərq var. Neither əvvəldə işlənir, either sonda. Neither özü inkar olduğuna görə ikinci inkar olmaz cümlədə, amma either inkar deyil, özündən əvvəl inkar istəyir. Ona görə B variantını atırıq ki, either inkar cümlənin sonunda işlənməlidir, işlənməyib, cavab qalır C variantı. Beşinci sualda yenə təsdiq cümlədir. Maraqlı sualdır, bir məqama diqqət eləyərək bu sualda. Deməli, əvvəla deyək ki, təsdiq cümlədir. Təsdiq cümləyə neither ilə cavab verə bilmərik və ya to, so işlənən cümlələrdə inkar ola bilməz. Cavab qalır A və Y variantı.
Burada deyə bilərik ki, məsələn, niyə əvvəla deyək A və Y variantında do did does yox has verib? Çünki şərtdə hasdən sonra feil gəlib. Feilin üçüncü forması əsasən idli forma. İdili forma gəlibsə, deməli bu artıq həvəzədin özü ilə cavab verilməlidir. Ona görə A və Y variantının hər ikisində həvəzədin özü ilə cavab verilib. Amma digər sualda olduğu kimi, səhv etmirəmsə, ikinci sualda olduğu kimi have to olsaydı, o zaman do did does'ın cavab veriləcəkdi. Nəysə ki, burada o problemimiz yoxdur. A və Y variantında fərq nədir? Birində so has been, birində burada but var. Buna diqqət eləmədim. Bəli, but. But şərtdəki təsdiq cümləni inkara çevirməlidir, amma çevirməyib, hasn't olmayıb. Ona görə cavab qalır A variantı. 6-cı sualda inkar cümlədir. İnkar cümlənin sonunda to gəlmir. To təsdiqin sonunda gəlir. Also təsdiqin ortasında gəlir, inkarın sonunda yox. Neither inkarın sonunda yox, əvvəlində gəlir və heç neither olan cümlədə ikinci inkar ola bilməz. Həmçinin də no more. Bir cümlədə iki inkar ola bilməz. Qalır cavab C. Yəni either inkar cümlənin sonunda gəlməlidir. 7-ci sualda baxırıq ki, şərtdəki cümləmiz təsdiqdir. Təsdiqə neither ilə cavab vermirik, onsuz da yoxdur. Baxırıq ki, bəs fərqləri nədir? 2 ilə 4-də did keçmiş zamandır, 1 ilə 3-də does indiki zamandır. Baxırıq ki, şərtdə went go feilinin kökündən dəyişən keçmiş zaman formasıdır. Deməli, cavabda da zamanı dəyişmək olmaz. Cavab qalacaq 2 və 4. Yəni B variantı. Ümumiyyətlə, çox mövzuda passive voice, tense form, so do I, çox mövzuda, ümumiyyətlə, ingilis dilində qrammatik mövzularda testlərdə zamanı dəyişmək olmaz. 8-ci sualda baxırıq ki, yenə inkar cümlədir. İnkar cümlənin qısa cavabında to, so işlənməz. Y variantı xətalıdır ki, 2 dənə inkar var. Neither də inkardır, Kant da inkardır. Bir cümlədə 2 inkar olmaz. Cavabımız qaldı. Sadəcə C variantı. Üzr istəyirəm, mən burada B və D variantını atmışdım. Y variantını sonra atdıq. A və C variantı arasında qaldıq. A variantındakı xəta budur ki, either-dən əvvəl inkar gəlməyib. I can't olmalıdır. Ona görə cavab C variantı qalır. 9-cu sualda baxırıq ki, təsdiqdir. Təsdiqdə either, neither işlətmək olmaz. To olan cümlədə inkar olmaz. Yəni so to, also-ya aiddir bu. A və B variantı qalır. Fərqi nədir? Biri does-dır, biri is. Şərtdəki xəbərimiz feildən təşkil olunub. Feildir. Feilin köməkçisi feili əvvəlki videoda ətraflı izah etdiyimizdə qayda kitabçasından və ya kimsə baxmaq istəyirsə, bu videonun da altında təsvir bölməsində qayda kitabçamızın linki var. Orada səhv eləmirəmsə, mündəricatına baxa bilərsiniz. Hansı səhifədədir? So do I mövzusu qısa və aydın şəkildə izah olunub. Feilin köməkçisi feili do did does-dır. Ona görə cavab qalacaq A variantı. Əgər speaks yerinə xəbərdə, məsələn, is olsaydı, yəni to be olsaydı, to be-yə to be ilə cavab verəcəyik. Ona görə B variantı olardı. Amma burada cavab A variantı olacaq. 10-cu sual neither inkardır. İnkar cümləyə so, to ilə cavab verə bilmərik. 5-ə atıram ki, either-dən əvvəl inkar olmalıdır. Təkrar deyirəm, neither-dən sonra inkar gəlməz, amma either-dən əvvəl inkar olmalıdır. Cavab qalır 1-2, D variantı. 11-ci sual təsdiq cümlədir. Təsdiq cümləyə either ilə cavab vermək olmaz. Baxırıq sonra, deməli, burada 4 və 5-də bir fərq gördüm. 4-də has, 5-də is, yəni to be verilib. Buradakı apostrof s has da ola bilər, is də. Bu yaxşı məqamdır, diqqət olunmalı məqamdır. Apostrof s is də, isin də qısaltmasıdır, hasin də. Biz necə bilək? Əgər hasdirsə has verməliyik, isdirsə is verməliyik. Bizim şagirdlər bilir, bizim söz kitabçamızda səhv eləmirəmsə 60-cı söz olmalıdır. Fond of feili var, like-ın sinonimidir. Sevimli, nəyinsə sevimlisi olmaq, yəni nəyinsə bəyənmək, onun sevimlisi olmaq. Buradakı apostrof s isdir. Niyə? Bu feil ümumiyyətlə quruluşuna görə to be fond of-dur. To be fond of. To be deyiriksə to be has ola bilməz. To be isdir. Ona görə izə izlə, yəni to be-yə to be ilə cavab verməliyik. 4-ü atırıq. Cavabımız qalır 1, 3, 5. 11-ci suala qayıdaq. Orada 3-cü variantımız niyə doğrudur? Çünki but təsdiqi inkara çevirir. Bunu da deyim, düzdür ki, əvvəlki testlərdə bunları qeyd eləmişəm. 12-ci testdə inkar cümlədir. İnkar cümlənin sonunda either gəlir, digərləri niyə olmaz desəz, neither qoysaq 2 inkar yaranır, Y variantı da həmçinin, to və also isə təsdiq cümlələrdə işlənməlidir. Növbəti sualımız 13-cü sualda təsdiq cümləyə neither ilə cavab vermək olmaz. To işlənən cümlədə inkar olmaz. Cavab qalır C və D variantı. Do yoxsa are, yəni to be mi verək, yoxsa do did does mı verək köməkçi feili. Xəbərimiz burada isdir, yəni is to be ailəsinə məxsusdur. Am, is, are, was, were. Bunlar to be hesab olunur. To be-yə to be ilə cavab verəcəyik. Ona görə cavab qalacaq D variantı. Yenə təkrar deyim, əvvəlki sualda da qeyd elədim, 3-cü sualda. Bu mövzuda 3 məqam var. Zamanı eyni verməlisən.
Təsdiq və inkara diqqət eləməlisən və köməkçi feil. Necə ki, burada is, yəni to be ya to be ilə cavab verdik. Is yerinə məsələn feil olsaydı, feilə do did doesdan C variantı cavab verəcəkdik. Amma burada cavab D variantı. 14-cü sual didn't see inkar cümlədir. İnkar cümləyə so ilə, to ilə cavab vermək olmaz. B və C variantı qalır. But, biraz əvvəldə dedik, inkarı təsdiqə çevirir. Amma burada but inkarda saxlayıb, olmaz. Cavab C. 15-ci sual təsdiqdir. Təsdiqə Ayzə ilə cavab verə bilmərik. Sonra baxırıq ki, burada xəbərimiz works faildir. Biraz əvvəldə qeyd elədiyim kimi, works faildir. Feilin köməkçi feili do did does olmalıdır. Cavab C. B və D variantını atırıq və həmçinin B variantının ikinci bir xətası da odur ki, so I am yox, so am I olmalıdır. Əvvəlki testlərdə demişik, bu sınaqda hələ ki, belə bir testə rastlamadım. Bu iki variant üzərindən deyim. Mövzunun adı so I do deyil, so do I-dır. So və Nayzənin ortaq xüsusiyyəti budur ki, özlərindən sonra köməkçi feil gəlir, sonra mübtəda gəlir. Yəni so I do yox, so do I. So I am yox, so am I. Amma burada dadaş variantı, D variantı da öz növbəsində səhvdir. Çünki am yox, do verilməlidir. Çünki xəbərimiz feildir. Cavab C. 16-cı sual inkar cümlədir. İnkara so ilə, to ilə cavab vermək olmaz. Cavabımız qalır Y variantı. 17-ci sual təsdiqdir. Təsdiqə Ayzə, Nayzə ilə cavab vermək olmaz. Qalır C və D. Və xəbərimiz yenə bought, buy, almaq, satın almaq feilinin keçmiş zamanıdır. Yəni feildir. Feilin köməkçi feili do did does olmalıdır. Cavab qalır C variantı. 18-də inkar cümləyə so ilə cavab vermək olmaz. Y variantı xətalıdır ki, Nayzə özü inkar, didn't da inkar, bir cümlədə iki inkar olmaz. B və C variantının fərqi budur ki, B variantında did keçmişdir, C variantında does indiki zamandır. Şərtdə did keçmiş olduğuna görə cavab B variantı. 19-cu sualda təsdiq cümləyə Nayzə Ayzə ilə cavab verə bilmərik. A, B, D variantı qalır. Və burada xəbərimizə diqqət edirik. İkinci addımımız xəbər həfsin. Biraz əvvəldə dediyim kimi imtahana da düşmə potensialı yüksək olan sualdır, qeyddir. Həvəsətdən sonra to gələndə do did does-a keçir. Təkrar deyirəm, həvəsətdən sonra to gələndə do did does-a keçir. Yox, əgər həvəsətdən sonra bu formada seen və ya digər bir feilin üçüncü forması have seen, have bought, have taught üçüncü forma feili gəlibsə, həvəsətin özü qalacaq. Yəni A variantı do-nu atırıq. B və D qalır. Have indiki zaman olduğuna görə zamanı dəyişmək olmaz. Cavab qalır D variantı. 20-ci sual nəhayət sonuncu sual ne və inkardır. İnkar olan cümləyə so ilə, to ilə cavab vermirik. But inkarı təsdiqə çevirməlidir, amma Y variantında şərtdəki inkarı elə özündən sonra da inkarda saxlayıb olmaz. A və B variantı qalır. Ayzədən əvvəl mütləq inkarı gəlməlidir. I haven't Ayzə olmalıdır. Qalır A variantı. Bu qədər. Təşəkkür edirəm diqqətiniz üçün.